Salamlar hər birinizə əziz şagirdlər. Bu günləri sizlərə ibtidai funksiyada əyri ilə hüdudlanmış fiqurun sahəsi misallarına baxacaq. Dimdən təzə topludan. Deməli, birinci sualımızda deyir, ştrixlənmiş hissənin sahəsini hesablayın. Bilirik ki, verilən funksiya nədir? Bizə verilib yazılıb ki, y bərabərdir 1 bölünsün x. Sahənin hesablanması belədir ki, sərhədlərə görə müəyyənləşir. Yəni 1-dən 3-ə kimi, 1-dən 3-ə kimi fx, yəni 1 bölü x dx. 1 bölü x-in ki, bilirik ki, ln modul x-dir və 1-dən 3-ə kimi olacaq. Ln 3 çıxılsın ln 1. Ln 1 0-dır. Qalır nə? Ln 3. Doğru cavabımız olur B variantı. Eyni suallardan bir ədəd işləyəcəyik. 2 nömrəli tapşırıq eynisidir. 3 nömrəli tapşırıqda ştrixlənmiş hissənin sahəsini hesablayın. Burada da integral, deməli 0-dan başlayıb 0-dan 1-ə kimi 4x kubu dx. 4x kubu bilirik ki, x-i 4-ün integraldır. X-i 4-ün törəməsindən alınır. İntegral, yəni x-i 4-dür. X-i 4 0-dan 1-ə kimi, 1-i qoyanda yerinə 1 üstü 4, 0-ı qoyanda da 0 eləyir. Doğru cavabımız olur B variantı. 4-cü sualda eynisidir. 5-ci suala baxaq. Şəkildə deyir, fx funksiyasının qrafiki verilib. Fx funksiyası bizə ştrixlənmişsə 4-dən 8-ə kimidir. 4-dən 8-ə kimi fx dx olacaq. A variantı. 6-cı sualda eyni qayda iləndir. 3-dən 5-ə kimi olacaq C variantı. 7-ci suala baxaq. 7-ci sualda x kubu verilib. Deməli, integral 0-dan 1-ə kimi x kubu dx. Və biz burada nə edirdik? Bunu bir vahid artırırdıq və qüvvətə bölürdük 0-dan 1-ə kimi. Olur, 1-i qoyanda 4-də 1, 0-ı qoyanda da 0 eləyir. Bu deyilir cavab nə? 4-də 1 D variantı. 8-ci sualda eyni qayda iləndir. 9-cu suala baxaq. 9-cu sualda baxın burada həm 2y həm də ki 2 bölü x-in verilib. İntegral. İndi bunların kəsişməsini hesablamalıyıq. Yəni ki 2 funksiyanın kəsişdiyi nöqtəni bu nöqtəni təyin eləməkdən ötürü bir-birinə bərabərləyir. 2y bərabərdir 2 bölünsün x-a. Məxrəcə 1 artırır, 2-ləri ixtisar eləyirik. Çarpaz vuranda x ilə e-nin yeri dəyişə bilər. Olur, x bərabərdir 1 bölünsün e. Olacaq 1 bölünsün e-dən 1-ə kimi. Hansı funksiya birinci gəlir? Birinci 2y gəlir. 2y-dən çıxmalı yox nəyi? Baxın, aşağıda olan funksiyanı. Aşağıda olan funksiyamız nədir? 2 bölü x. 2 bölü x dx. 2y burada bir ədəddir. Funksiya deyəndə sabit funksiyadır və yanına x əlavə 2y x çıxılsın. 2 bölü x-inki nədir? 2 ln modul x-dir. Və bunların hər birinə nə qoyulacaq? Qoyulacaq, deməli, y-si -1 deməkdir. Y-si -1, bu da 1. Və yaxud da y-də 1 yazmaq olar. Y-də 1. Fərq eləməyəcək. Qoyaq yerinə, olacaq 2y vurulsun. 1-i qoyuruq, 1 minus 2 ln 1. Ln 1 nə olacaq? 0 olacaq. Çıxılsın mötərizədə 2y vurulsun. İndi bu ifadəni qoyuruq. Yəni y-də 1-i. Çıxılsın 2 ln modulda y-də 1. O da y-də 1 olacaq. Bərabərdir. Birinci ifadədə bu ifadəmizin qiyməti olur 2e. Bu ifadə 0 oldu. Artıq 0-a çevrildi. Çıxılsın. Bunlar ixtisar gedir. Burada qalır nə? 2q. Çıxılsın 2. Burada da 1 çıxılsın var. Ln y-si -1'dir bu. Bu nə olacaq cavabı? Bunun -1 olacaq cavabı. Çünki ln-in əsası nə deməkdir? Loqaritma e əsasından e-də 1 olub. İndi burada da cavabı nə olur bunun? -1 olur. Yəni qüvvətini götürür. -1. -1, -2 edəcək. O da nə? Müsbət 2. Burada bu 2, bu 2 indi. Yəni burada yaranan 2 indi. İndi buradakı -1-in qiyməti
Buradakı mənfiyə dəyəcək olacaq. Müsbət 2. Əlavə olaraq da bu ifadələri nə edirik? Çıxırıq da, yəni ki, çıxılsın 2. Bu da sadələşdirisi 2y çıxılsın 4 olacaq. O da B variantı. 10-cu sualda da eyni qaydadır. 11-ci suala baxaq. 11-ci sualda kəsişməsini yenə tapırıq. Funksiyamız kvadrat cədvəlinin funksiyası 2x kvadratı plus x minus 1 bərabərdir x plus 1-ə. Sadələşdirəndə x-lar gedəcək. O da 2x kvadratı bərabərdir 2-yə, x kvadratı bərabərdir 1-ə, x də bərabərdir plus minus 1-ə. Yəni, bunun kəsişdiyi nöqtə nədir? 1-dir. Bir də bu hissə nədir? Mənfi 1-dir. Bizə lazımdır əsas bu hissə, yəni 0-dan 1-ə kimi, integral 0-dan 1-ə kimi birinci nə gəlir? X plus 1 gəlir. Baxın, yuxarıda olan funksiya budur. Yuxarıda olandan aşağıda olanı çıxırıq. Yəni, çıxılsın 2x kvadratı, çıx x, üstə gəlir 1 olacaq. X-larımız gedir, olur 1 ilə 1-i toplayırıq 2, çıxılsın 2x kvadratı, dx. 0-dan 1-ə kimi. Yanına x əlavə edirik, olur 2x çıxılsın. Bu nə olacaq? 2x-in kubu böləcək qüvvətinə 3-ə. 0-dan 1-ə kimi. 1-i qoyuruq yerinə. Olur 2 vurur 1 çıxılsın 2 vurulsun 1 üstü 3 bölü 3. 0-ı qoyanda yerinə bu da 0-a çevriləcək. Bu da 0-a çevriləcək. Yəni çıx 0 eləyəcək. Böləcək 2 çıxılsın 3-də 2 eləyir də bu. Bu da eləyəcək 1 tam 3-də 1. Olacaq doğru cavabımız E variantı. 12-ci sualda eyni qayda iləndir. 13-cü suala baxaq. 13-cü sualda deyir, xətləri ilə hüdudlanan fiqurun sahəsini tapın. Bu olacaq y bərabərdir x-5 və yaxud da elə x-5 yazacaq. Y bərabərdir 0. Həmin bu düz xətti biləcək, yəni x düz xəttin. Və x bərabərdir 1. X bərabərdir 1-dəki nə olacaq? Bu olacaq. İndi biz x-5 ilə 1-in kəsməsi nədir? Elə 1 olacaq. Yəni 0-dan 1-ə kimi hesablanır. İntegral 0-dan 1-ə kimi. Yuxarıda olan funksiya nədir? x-5. x-5 ümumiyyətlə burada bir dənə funksiyadan söhbət gedir. Onsuz da dx bərabərdir. Olacaq. Yenə 1 vahid artıracaq. x-6 bölü 6. 0-dan 1-ə kimi. 1-i qoyanda yerinə nə eləyir? 6-da 1. 0-ı qoysa yerinə 6-da 0 eləyir. O da 0 eləyir. Doğru cavabımız da olur C variantı. 6-da 1. 15-ci suala baxaq. 15-ci sualda baxın. Yuxarıda olan funksiya nədir? Jx-dir. Jx nəydən hesablanacaq? A-dan B-yə kimi. Baxın. Jx-dan çıxacaq nəyi? Fx. Deməli, integral A-dan B-yə kimi Jx çıxılsın Fx. Mötərizəli dx. Üstə gəl. Burada nədir? Fx yuxarıdadır da. B-dən C-yə kimi Fx çıxılsın Jx. Bu da dx. Buna uyğun da bizdə A-dan B-yə kimi Fx, Jx çıxılsın Fx, B-dən C-yə kimi olacaq D variantı. Uyğun variant olacaq D variantı yazdığımızda əsasən 15-də. Deməli, 16-cı sualda deməli olacaq 2 kökdə x-i bərabər eləcək 6-ya, kökdə x bərabər olur 3-ə, x bərabər olur 9-a. İndi qrafikimiz bu şəkildə olacaq. 2 kökdə x-in qrafiki və y bərabərdir 6-nın da qrafiki. Deməli, y bərabərdir 6 qrafiki təxmini olaraq belə deyək də bu olsun. Kəsişdiyi hissə nədir? 9-dur. Bir də bizə deyir ki, x bərabərdir 1-dən. X bərabərdir 1-i də götürək buradan. Bu hissə ilə hüdudlanmış fiqurun sahəsi buranı istəyir bizdən. İntegral 1-dən 9-a kimi. Yuxarıda olan funksiya nədir? 6-dır. 6 çıxılsın 2 kökdə x. dx. Sadələşdirsək, olur 6x çıxılsın 2 vurulsun x üstü 2-də 1. Bu x 2-də 1 deməkdir. Deməli,
2-də 1-i bir vahid artırıq, olur 2-də 3. 2-də 3-ü bölürük. 2-də 3-ə indi bu neynir? 2-də 3-ə bölünəndə qüvvətinə bölürük də 3-də 2-yə vurulur. 3-də 2-yə vurulur. Bu da 1-dən 9-a kimi. 9-u qoysa 6 vur 9 çıxılsın, 2 vurulsun. 9 nə deməkdir? 3-ün kvadrat deməkdir. Üstündə nə? 2-də 3. Bu 2-ni 2-yə vuranda bura 4 yazırıq. Burada nə? 3. Çıxılsın, 1-i qoyuruq yerinə. 6 vurulsun 1. Buradakı çıxma ilə ifadəki çıxma üst-üstə gəl olacaq. O da 3-də 2 vurulsun. 3-də 4 daha doğrusu. Vurulsun 1 üstündə 2-də 3. Sadələşdirək. Eləcə 54 çıxılsın. 4 vurulsun. Buna bu ixtisar gedəcək olacaq 27. 27 bölsün 3. Çıxılsın 6. Üstə gəlsin. 1-in üstündə istənilən qüvvət 1 eləyir. 3-də 4. Sadələşdirək. Bu ixtisar gedir. Burada 9 qalır. 54-dən 36 çıxır. Eləyir nə? 18. 18-dən də 6 çıxanda neçə eləyir? 12. 12 üstə gəlsin. 1 tam 3-də 1. O da eləyir 13 tam 3-də 1. A variantı. Keçid eləyək. Növbəti suala. Eyni qayda iləndir. 18-ə baxaq. Deməli. 18-ci sualda 2x minus x kvadratı. Bu x oxun kəsdiyi nöqtələri tapmaqdan ötürü x-i çıxardırıq. 2 minus x köklərdən biri olur 0. Biri də olur nə? 2. Biri 0 nöqtəsində kəsir. Bir də 2 nöqtəsi bura olsunlar. Qrafikində qolları aşağıdır. Çünki x kvadratının işarəsi əmsalı mənfidir. Bu formada. Y bərabər 0 budur. Yəni x düz xəttidir. Bizə deyir ki, bunu hesablayın. Olur integral. Kəsdiyi nöqtə nə oldu? 0-dan 2-yə kimi 2x çıxılsın x kvadratı dx. Sadələşdirsi olur burada nə? Bu 2x kvadratı bölgü ilə x kvadratı edir. Yəni x kvadratın törəməsidir. X kvadratı minus x kubu böl 3. 0-dan 2-yə kimi. 2-ni qoyuruq yerinə. 2-nin kvadratı çıxılsın. 3-də 2-nin kubu. 0-ı qoyanda da yerinə bu da 0 olacaq. Bu da 0 olacaq. Bu hissəmiz olur 4 çıxılsın. 3-də 8. 3-də 8 nə deməkdir? 2 tam 3-də 2 deməkdir. Çıxanda nə qədər eləyir? Çıxanda burada eləyəcək 1 tam 3-də 1. Yəni 3-də 4 E variantı. 19-da eyni qayda ilə 20-ci suala baxaq. 20-ci sualımızda deyir ki, x kvadratı funksiyasını çəkək və kökdə x. Kökdə x də ki, bu formada. İndi bunların kəsmə nöqtəsini tapırıq. X kvadratı bərabərdir kökdə x-a. Kvadratı üstədə x4 bərabər x-a. Bunu keçirdək bu hissəyə minus x bərabər 0. X-i çıxardırıq, olur x kubu minus 1. x1 0 olur, x2 də olur necə? 1. Yəni, bir kəsmə nöqtəsi bura, bir kəsmə nöqtəsi də 1-dir. Onda yazacağına integral 0-dan 1-ə kimi. Üstdə olan funksiya nədir? Üstdə olan funksiya, baxın, bu funksiyadır. Altda olan funksiya isə bu funksiyadır. Nə yazacaq? Yazacaq ki, kökdə x çıxılsın x kvadratı dx. Sadələşdirək. X-i 2-də 1-dir bu. Olur x-i 2-də 3. 2-də 3-ə böləndə 3-də 2. Çıxılsın x kubu böl 3. 0-dan 1-ə kimi. Sadələşdirək, 1-i qoyaq yerinə. 2 vurulsun. 1 üssü 2-də 3 ilə 1 eləyəcək. Çıxılsın 3-də 1. 0 qoyanda yerinə 0 eləyəcək. Oldu 3-də 2 çıxılsın 3-də 1. O da nə eləyir? 3-də 1, yəni C variantı. 21 eyni qayda ilə 22-yə baxaq. Deyək, ştrixlənmiş hissənin sahəsini hesablayın. İntegral 1-dən 3-ə kimi x kvadratı dx. X kubu böl 3, 1-dən 3-ə kimi. Olur nə? 3-ün kubu böl 3. Çıxılsın. Deməli, nə? 1-i qoyuruq yerinə.
3-ün kubu neçə eləyir? 27. 3-ə bölənə neçə eləyəcək? 9. Çıxılsın 3-də 1. O da 8 tam 3-də 2. Yəni 3-də 26. C variantı. 23 fərqlidir. 23-də deməli qayda necədir? Aşağıda olanlar çıxmanı bildirəcək. Yuxarıda olanlar toplamanı. Yəni S2 üstə gəl S4 çıxılsın S1 çıx S3. Və yaxud da belə deyək. Mənfini çıxardırıq. S1 üstə gəl S3 bərabərdir. Sahəsi nə qədər olub? 63 olub. Deməli, S1 ilə S3-ün cəmi neçədir? 31-dir. Buradan S2 üstə gəl S4-ü tapanda bu mənfi 31 olur. O tərəfə keçir, olur nə? Toplanılır, olur nə? 94. O da eləyir nə? B variantı. 24-cü suala baxaq. Deməli, integral birinci funksiyanı çəkək, sonra integralı yazaq. Köşdə x-imiz budur. 2-də 1 x-imiz isə əvvəlcə keçmə nöqtəsini tapaq. Köşdə x bərabərdir 2-də 1 x-a və keçirdirik digər tərəfə. X nə deməkdir? Köşdə x kvadratı deməkdir. Çıxılsın köşdə x bərabərdir 0. Buradan köşdə x-i çıxardırıq mötərizə xaricinə. Qalır 2-də 1 köşdə x çıxılsın 1. Bərabərdir 0. Bir kökümüz olur 0. Digər kökümüzü də tapmaqdan ötürü 0-a bərabərdir. 2-də 1 köşdə x bərabər olur 1. Köşdə x-i tapanda 1-i 2-də 1-ə bölürlər, edir 2. X də bərabər olur 4. Deməli, bu funksiyalar bir 0 nöqtəsində, bir də 4 nöqtəsində kəsişir. 1 0 nöqtəsində, bir də 4. Və qrafikimizdə mərkəzdən keçən düz mütənasib aslı funksiyadır. Bizdən də tələb edir nə? Bunu hesablamalı. İntegral 0-dan 4-ə kimi. Birinci üstdə olan funksiya nədir? Üstdə olan funksiya, baxın bu funksiyadır. Altda olan funksiya nədir? Həmin bu 2-də 1 x-dir. Onda nə edirik? Yazırıq. Köşdə x çıxılsın 2-də 1 x dx. Yenə köşdə x-in integralını neydi? Burada yazmışdıq. 3-də 2 bu. 3-də 2 x 2-də 3. Hər dəfəsində yazmayaq da onu. Deməli 3-də 2 x 2-də 3. Minus 2-də 1 x necədir? 1-dir. X kvadratı böl 2. Bu 4-də 1 eləyəcək də. 0-dan 4-ə kimi. 4-ü qoysuq yerinə. 3-də 2 vurulacaq. 4 nə deməkdir? 2-nin kvadratı deməkdir. Üstündə nə? 2-də 3. Minus 4-də 1 vurulsun. 4-ün kvadratı olacaq da. X kvadratıdır. Eləyəcək nə? 16. İxtisar gedir burada 4 qalır. Sadələşdirək. Böyləcə 3-də 2 vurulsun. 2 üssü 3 qalır da. Baxın 2 üssü 3. O necə eləyir? 8. Çıxılsın 4. Elədi 3-də 16. Çıxılsın 4. Bu da nə deməkdir? 5 tam 3-də 1 çıxılsın 4. Yəni 1 tam 3-də 1. Doğru cavabımız olacaq B variantı. 25-ci sual eynisidir. 26-cı suala baxaq. Deyək ki, funksiyasının qrafiki və koordinat oxları ilə hüdudlanmış fiqurun sahəsini hesablanır. Bu nə deməkdir? Bu x plus 2-nin mötərizə kvadratıdır. Yəni qrafik sola sürüşdürülüb. Niyə görə? Bunu 0-a bərabər eləyəndə x bərabər olur mənfi 2-yə. Mənfi 2-miz bu üst tərəfdə və y yoxun kəsdiyi nöqtəni tapmaqdan ötürü nə edirik? Sərbəst həddə baxırıq. Neçədir? 4. 4 nöqtəsində də kəsir. Bir dəqiqə. Qrafiki yaxşı çəkək. Qrafik təxmini olaraq belə 4. Deyək ki, koordinat oxları ilə. Koordinat oxları bu hissəndir. İntegral mənfi 2-dən 0-a kimi x plus 2 kvadrat dx. Bu da olacaq nə? X plus 2 üstündə 3 bölü 3. Mənfi 2-dən 0-a kimi.
Birinci sıfırı qoysuq yerinə. Baxın 2 qalır sadəcə. 2-nin kubu nə eləyir? 8. 3-də 8 çıxılsın. Mənfi 2-ni qoyanda yerinə nə eləyir? 0 eləyir. O da eləyəcək 3-də 8, yəni 2 tam 3-də 2. Doğru cavabımız olacaq D variantı. 27-də də eyni qaydadır. 28-ə baxaq. Deyir, A-nın hansı müsbət qiymətində xətləri ilə hüdudlanan fiqurun sahəsi 3/1-ə bərabərdir. Deməli, qrafikimizi çəkək. Deməli, x kvadratını çəkək. İri bərabər sıfırımız buradır. Və x bərabərdir A. Fiqurun sahəsi 3/1-ə x bərabərdir A deyir. İndi integral 0-dan A-ya kimi x kvadratı dx bərabərdir 3/1-ə. X kubu böl 3 0-dan A-ya kimi bərabərdir 3/1-ə. A-nı qoyuruq yerinə A kubu böl 3. 0 qoyanda yerinə də 0 eləyir. Çıxılsın 0 bərabərdir 3/1. Elə bu nə eləyəcək? Birbaşa bərabər oldu 3/1-ə. Buradan məxrəclər bərabərdirsə, sürətləri də bərabər eləyir. A olur neçə? 1. Bizə də müsbət qiymətliliyinə görə sağdan çəkdik. Olacaq doğru cavabımız E variantı. 29 da eyni qayda ilə 30-cu suala baxaq. 30-cu sualda funksiyanın qrafiki və düz xətləri ilə hüdudlanmış fiqurun sahəsini hesablayın. Bunu əvvəlcə sadələşdirək. T dt olanda t kvadratı bölü 2 eləyir. Qoyuruq yerinə x kvadratı plus 1. Yazaq yerinə x kvadratı plus 1 kvadratı bölü 2. Çıxılsın x kvadratının kvadratı bölü 2. Sadələşdirsə 2-də vurub kvadratı atsıq, x 4 eləyir. X kvadratının kvadratı. Hasilinin ikimisi 2x kvadratı. Üstə gəl 1. Çıxılsın 2-də x 4. Orta məxrəcimiz 2-dir. X 4 üstəgəl 2x kvadratı plus 1. Çıxılsın x 4. X 4-də gedir. Olur 2x kvadratı üstəgəl 1 bölü 2. Ayrı-ayrı kəsirlərdə yazanda x kvadratı üstəgəl 2/1 olur. İndi x kvadratı üstəgəl 2/1 nə deməkdir? Yuxarı sürüşdürmə deməkdir. Yəni 0.5 vahid yuxarı. 2/1 çünki 0.5 eləyir. Bir də iri bərabərdir 1.5. 1.5-də bura. Bu fiqurun sahəsi. Əvvəlcə bərabərlik x kvadratı üstəgəl 0.5 bərabərdir 1.5. X kvadratı bərabərdir 1. X də bərabər olur plus minus 1-ə. Yəni kəsdiyi nöqtələr nədir? Mənfi 1 ilə 1-dir. Olur integral mənfi 1-dən 1-ə kimi. Yuxarıdakı funksiya nədir? 1.5-dir. 1.5-dən çıxırıq nəyi? Həmin bu x kvadratı 1-də nədir? Plus 0.5-dir. O mənfi əksinə təsir edəcək minus 0.5. dx. Mənfi 1-dən 1-ə kimi çıxanda nə qədər eləyir? 1 çıxılsın x kvadratı dx. Sadələşdirsək bunu, olur nə? X çıxılsın x kubu böl 3 mənfi 1-dən 1-ə kimi. 1-i qoysa yenə 1 çıxılsın 3/1 çıxılsın mənfi 1 çıxılsın. İndi burada qoyaq yenə mənfi 1-in kubu bölünsün 3. Bərabərdir. 1-dən 3/1 çıxanda 3/2 çıxılsın. İndi bu mənfiyə dəyəcək. Olacaq müsbət. Plus 1. Neçə dənə mənfi var? 1, 2. Mənfi 1-in kubu da mənfi 1 eləyəcək. Bir də 3. Nə eləyir? Mənfi 3/1. 3/2-dən 3/1 çıxanda 3/1 eləyir. Üstünə də 1 gələndə 1/3/1. O da eləyəcək D variantı. 31-ci sual. Baxaq. Deməli, qrafikimizi çəkək əvvəlcə. X kubu 1-2 kub paraboladır. Belədir qrafiki. 8 budur. X bərabərdir
Sıfırdakı həmin bu y idi. İndi xətləri ilə headlanmış fiqurun sahəsi. Yəni bizdən bunu istəyir. İndi kəsdiyi nöqtəni tapırıq. X kubu bərabər 8 edir. X bərabər olur 2-yə. Kəsdiyi nöqtə 2-dir. Yəni integral 0-dan 2-yə kimi nə etməliyik? Deməli 0-dan 2-yə kimi 8-dən çıxmalıyıq nəyi? X kubun. Olur 8x çıxılsın. X 4 bölü 4 0-dan 2-yə kimi. 2-ni qoysuq yerinə 8 vurulsun 2 çıxılsın. 2 üstü 4 bölü 4. 0-ı qoyanda yerinə 0 eləyir. 16 çıxılsın. Bura neçə eləyir? 16. 16-nı 4-ə böləndə eləyir 4. Bu da eləyir 12. Doğru cavabımız olacaq C variantı. Deməli 32-ci sualda eyni qayda ilə də 33-cü sual gətirək. Düzgün koordinat sisteminizi çəkək. Deməli, bu funksiya nədir? Qolları aşağı olan paraboladır və 5% yuxarı sürüşdürülür. Bu olur nə? 5 minus x kvadratı və x plus 3. X plus 3 nədir? 3% yuxarı keçən funksiyadır. Yəni x plus 3. Yaranan funksiyamız bu funksiyadır. Yəni ki, bu fiqurun sahəsini istəyir bizdən. Ona görə bərabərləşdirəcək. Yəni 5 minus x kvadratın bərabərləyəcək x plus 3-ə. Bunların hər birinin sağ tərəfə keçsə olur x kvadratı. Deməli, minus 5 plus x plus 3 bərabər 0. X kvadratı plus x minus 2 bərabər 0. Köklərimiz mənfi 2 və 1. Mənfi 2, 1. Olur integral mənfi 2-dən 1-ə kimi. 5 minus x kvadratından çıxmalıyıq nəyi? Aşağıda olan funksiyamız. Yəni ki, x plus 3. Çıxanda hər ikisinə mənfi təsir edəcək. Ona görə minus 3 yazır. dx. Olur 5x çıxılsın. X kubı bölü 3 çıxılsın. X kvadratı bölü 2 minus 3x. Allah 5-dən də 3 çıxıb 2x yazma olar. Yəni əvvəlcədən. Olur 2x çıxılsın. X kubu bölü 3 çıxılsın. X kvadratı bölü 2. Mənfi 2-dən 1-ə kimi. 1-i qoysaq yerinə 2 çıxılsın. 3-də 1 çıxılsın. 2-də 1. 6-da deməli, bu neçə eləyəcək? 2 eləyəcək. Bu da 6-da 3 eləyəcək. 6-da 5 eləyir. Niyə görə? İşarələri eynidir, toplayıq. Çıxanda nə qədər? 1 tam 6-da 1. Bu 1-i qoyanda yerinə olur. Mənfi 2 qoyusuq yerinə. 2 vurulsun mənfi 2. Çıxılsın. Mənfi 2-nin kubu bölü 3. Çıxılsın. Mənfi 2-nin kvadratı bölü 2. Mənfi 4 çıxılsın. Bu eləcə nə? 3-də 8. Mənfi 2-nin kvadratı müsbət 4 eləyəcək. 4-ü də 2-yə böləndə 2. Mənfi 4, mənfi 2 edir nə? Mənfi 6-sı gəl 2 tam 3-də 2. Edir nə? Mənfi 3 tam 3-də 1. Yəni 1 tam 6-da 1-dən çıxmalıyıq nəyi? Mənfi 3 tam 3-də 1-i. 1 tam 6-da 1 toplanacaq. 3 tam 3-də 1-lə. Bu 6-da 2 deməkdir. Olur nə? 4 tam 6-da 3. 4 tam 2-də 1. O da eləyir 4 tam 5. Yəni E variantı. 34 də eyni qayda ilədir. Yəni bərabərləşdirib eyni qayda ilə həll edirik. 34-ü yazaq. Burada bir x var, ona görə deyirəm. Deməli, x kvadratı plus x. 0-a bərabərləşir. Köklər nə eləyir? x1 bərabər 0, x2 bərabər mənfi 1. Mənfi 1,
və 0. Qrafik olur bu şəkildə. X plus 1 birdən keçə. X qatı plus x. Yaranan fiqur bunu bizdən tələb edir. Olur integral. Bunu əvvəlcə kesişdirməsini tapaq. X qatı demək, x qatı plus x bərabərdir x plus 1-ə. X qatı bərabərdir 1-ə, x bərabər olur plus minus 1-ə. Bu qrafik elə tam yuxarıdan olacaq. Yəni, mənfi 1-dən keçəcək. Mənfi 1-dən 1-ə kimi. Yəni, bu hissə tamamilə. Olur onda integral mənfi 1-dən 1-ə kimi yuxarıda olan funksiya x plus 1-dir. Çırıq nəyi? X qatı minus x dx. Mənfi 1-dən 1-ə kimi x-lar gedir 1 minus x kvadratı dx. X minus x kubu bölü 3. Mənfi 1-dən 1-ə kimi. 1-i qoysuq yerinə 1 çıxılsın 3-də 1. Çıxılsın mənfi 1 çıxılsın 3-də mənfi 1-in kubu. Bu eləyir 3-də 2 çıxılsın. Bu da mənfi mənfi edəcək 1. Bura nə qədər eləyəcək? Bu hissəmiz eləyəcək mənfi 3-də 1, mənfi edəcək müsbət 3-də 1. Əlavə olaraq bir dənə də mənfimiz var, olacaq mənfi 3-də 1. 3-də 2-dən 3-də 1 çıxanda 3-də 1 eləyir. O da eləyir nə? 1 tam 3-də 1. O da olacaq E variantı. 35-ci suala baxaq. Deməli, 2 minus x kvadrat 2 vahid yuxarı sürüşdürülmüş, ağzı aşağı. Deməli, 2 minus x kvadrat. Bir də x kvadrat. Deməli, hüdudlanmış fiqurun sahəsini hesablayın. Bizdən bunu tələb eləyir. Bərabər eləyə bularım. Keçirdirik digər tərəfə olur 2x qat bərabər 2-yə, x qat bərabər 1-ə. X də bərabər plus minus 1. Yəni, bura mənfi 1, burada nədir? 1-dir. Olur integral mənfi 1-dən 1-ə kimi. Yuxarıda olan nədir? 2 minus x kvadratdır. Əlavə olaraq nə çıxacaq? Çıx x kvadratı dx. Bu da olur nə? Mənfi 1-dən 1-ə kimi. 2 minus 2x kvadratı dx. Olur bu, deməli 2x çıxılsın, 2x'in kubu bölü 3. Mənfi 1-dən 1-ə kimi. Qoyaq yerinə. 1-i qoysa 2 çıxılsın, 3-də 2. Bu nə eləyəcək? 1 tam 3-də 1. Birinci hissəmiz budur. Mənfi 1-i qoyaq yerinə. Mənfi 2 çıxılsın, 2 vurulsın. Mənfi 1-in kubu ilə mənfi 1 eləyir, bölü 3. Mənfi 2 üstə gəl 3-də 2. Bu da nə eləyir? Mənfi 1 tam 3-də 1. Çıxılanda da bunlar toplanacaq. 1 tam 3-də 1 çıxılsın mənfi 1 tam 3-də 1. Olacaq toplama. Bu olacaq toplama. Olacaq 2 tam 3-də 2. Doğru cavabımız olacaq C variantı. 36 eyni qayda ilə olacaq. 37-yə baxaq. Qrafik çəkək. Demək, 2x kubu bu formada və 2 kökdə x-in 2 də bu formada. Bərabər eləyək. Bunları ixtisar edirik. Kvadrata yüksəldə olur. X 6. Bu eləyir nə? X eləyir də. Keçirdir digər minus x. X-a çıxardır olur x 5 minus 1. X1 bərabər 0, x2 bərabər 1. Deməli, biri 0-dır, biri də nədir? 1-dir. Deməli, oldu integral 0-dan 1-ə kimi 2 kökdə x çıxılsın 2x'in kubu dx. Qoysuq yerinə 1-ə 2,
İndi bu yazaq da 2 vurulsun x 2-də 3 idi bayaqki. 3-də 2 birbaşa yazdıq. Minus 2x 4 böl 4. Sıfırdan 1'ə 2. 1'i qoyuruq yerinə. 2 vurulsun. 2'ni 2'yə vuranda 4 eləyir. 3'də 4 vurulsun 1. Çıxılsın. 4'də 2. 4'də 2'ni də ixtisar eləyəndə bununla. Yerinə 2'də 1. 1 üstü 4 ilə 1 eləyirdi. 0 qoyanda yerinə 0 eləyəcək. Oldu 3'də 4 çıxılsın. 2'də 1. Orta mərhəzimiz 6'dır. Bu vurulacaq 2'yə. Bu vurulacaq 3'ə. 8 çıxılsın 3. 6'da 5. O da olacaq A variantı. Baxa 38'ə. Deməli 9 vaat yuxarı sürüşdürülüb biz aşağıya. Y bərabər 0'da burada, yəni x düz xəttidir. Sadələşdirisi, yəni sadələşdirmə nədir? Mənfi x kvadrat plus 9'un x oxun kəsdiyi nöqtələri tapsaq, y-nin yerinə 0 yaz. Mənfi x kvadrat bərabər mənfi 9, x kvadrat bərabər 9, x də bərabər plus minus 3. Yəni bura mənfi 3'dür. Burada 3'dür. Deməli, olacaq integral, deməli, 0'dan 3'ə kimi bizim funksiya nədir? Mənfi x kvadratı plus 9 dx. Sadələşdirək. Mənfi x kubu böl 3 üstə gəl 9x. 0'dan 3'ə kimi. 3'ü qoysa yerinə mənfi 27 eləcək. 3'ün kubu eləcək. Böl 3 üstə gəlsin 27. Mənfi 9 üstə gəl 27. Bu da necə eləcək? 18. 0 qoymadıq yerinə çünki 0 0 eləcək. Olacaq doğru cavabımız. Yəni, onu da qeyd edək ki, burada y bərabər 0 tamamından söhbət gedir. Yəni ki, bunun tamamını. Ona görə bunu 2'yə vuracağın axırda. Bəli. 18'i də 2'yə vuranda doğru cavabımız olacaq B variantı. Eyni qayda ilə 39'da həll eləsək. Deməli, 4x çıxılsın x kvadratı minus 3. Bərabər 0. X oxun kəsdiyi nöqtələri tapaq. Mənfiyə vuraq. Köklərimiz olacaq 1 və 3. Qrafikimiz baxın bu şəkildə 1 3 və y kəsdiyi nöqtə 3'dür. Burada qısaca qollar aşağı olacaq. Çünki x kvadratın əmsalı mənfidir. Mənfi 1'dir. Baxın bu formada. Y bərabər 0'da dedik burada. Deməli, integral 1'dən 3'ə kimi 4x çıxılsın x kvadratı minus 3 dx. Bu hissə olacaq 2x kvadrat. Çünki 2x kvadratın törəməsi 4x eləyir. Çıxılsın x kubu bölü 3 minus 3x. 1'dən 3'ə kimi. 3'ü qoysa 2 vurulsa 3'ün kvadratı nə qədər edəcək? 9. Bu hissəmiz də eləyəcək 3'də. Demək, 3'ün kubu nə qədər edəcək? 27. Çıxılsın. Olacağına 9. İndi 1'i də qoyaq yerinə. 2 vurulsan 1, çıxılsın 3'də 1, çıxılsın 3. Sadələşdirək. 18 çıxılsın 9, çıxılsın 9. Digərində də çıxılsın 2, çıxılsın 3 nə qədər edəcək? Mənfi 1. Mənfi 1. Bu da mənfi 3'də 1. Mənfi 1'dən 3'də 1. Mənfi mənfi edəcək nə olacaq? Müsbət 1'dən 3'də 1. O da eləyəcək 3'də 4. Yəni A variantı. 40-cı sualda baxaq. X kvadrat plus 1. Budur qrafiki. Y bərabər 5'də budur. Bu hissəmiz olacaq bu. Bərabərləşdirik. X də bərabər plus minus 2. Bu olacaq mənfi 2. Bu olacaq müsbət 2.
Olur integral mənfi 2-dən 2-yə kimi 5 çıxılsın x qatı minus 1 olacaq. Hər ikisinə təsir dx. 5-dən 1 çıxanda 4 edəcək olacaq. 4x çıxılsın x kubu bölü 3. Mənfi 2-dən 2-yə kimi. 2-ni qoysaq yerinə olur 8 çıxılsın. 3-də 8 eləyir 2-nin kubu. Çıxılsın. Mənfi 2-ni qoysun mənfi 8. Burada mənfi 2-nin kubu nə edəcək? Mənfi 3-də 8 eləyəcək. O da mənfi edəcək. Müsbət 3-də 8. Deməli. Sadələşdirək. 8 çıxılsın 3-də 8. Üstə gəlsin 8. Çıxılsın 3-də 8. 8, 8, 16 edir. Çıxılsın 3-də 16. Yəni 5-dən 3-də 1. Çıxanda nə qədər eləyir? Eləyəcək deməli. 10 tam 3'te 2. Doğru cevabımız olacaq C variantı. 41 eyni qayda ilə də 42'ye baxaq. Deməli 42'də x bölü 1 qrafiki budur. X kubu budur və 8'dəki budur. Yaranan fiqur budur. Deməli, birinci bu nöqtəni tapmaqdan ötürü baxın bu funksiya nədir? 1 bölü x-dir. 1 bölü x-i 8'e bərabər eləndə x bərabər olur. Baxın tərsinə çevirirsə bu da tərsinə olur. 8'e 1. Bura olacaq 8'e 1. Bu hissəni tapmaqdan ötürü baxın bura x kubu incidir. X kubun bərabər 8'e x də bərabər olur 2'ye. Bu da nə? 2. İndi baxın integral deməli bu hissəni 2 ilə böləcəyik. Çünki burada 3 dənə funksiya keçib. 1 bölü x-i da bərabər edəcək x kubuna. Çarpaz vuranda x-i 4 eləyir. X də bərabərdir 1. Olacaq 8'e 1'dən 1'ə kimi. Birinci baxın bu hissə, bu da göy hissə. Qırmızı hissəmizdə deməli 8'dən çıxırıq nəyi? 1 bölü x-i. Üstə gəl. Deməli 1'dən 2'yə kimi nədən nə çıxırıq? 8'dən çıxırıq. Hansı funksiyadır bu? Bu baxın bu x kubudur. X kubunu çıxacaq. Deməli olacaq deməli 8x minus 1 bölü x nədir? Ln modul x-dir. 8'e 1'dən 1'ə kimi. Üstə gəlsin 8 x minus x-i 4 bölü 4 1'dən 2'yə kimi. 1 qoyaq yenə 8 çıxılsın. Ln 1 nə deməkdir? Ln 1 0 deməkdir. Çıxılsın 8 vur 8'e 1 çıxılsın ln 8'e 1. Üstə gəlsin. Digərində də 2'ni qoyaq yenə 8 vur 2 minus 2 üstü 4 bölü 4 çıxılsın. 1 qoyuruq yenə 8 vur 1 minus 4'də 1. Sadələşdirək. Ln 1'in yerinə 0 yazırıq. 8'e ixtisar gedir qalır burada 1. 8 minus baxın burada da mənfi var, burada da mənfi var. O da nə? Plus. Ln 8'də 1. Üstə gəlsin. Bu hissəmiz nə qədər eləyəcək? 16. Çıxılsın. 2 üstü 4 16 eləyir. 16'nı da 4'ə böləndə 4 eləyir. Çıxılsın 8. Üstə gəlsin 4'də 1. Hesablamada bir səhvlik olmayıbsa düz olacaq cavabımız. 8'e burada islah olur. 16'dan 4 çıxanda edir 12. 12'dən də üzərinə burada. Deməli, burada da bundan əlavə 8'e 1'dən əlavə burada 1'də yazmalıyıq. Baxın, qırmızı ilə qeyd edeyim. Burada 1 qalmışdır. Baxın, yuxarısı da qeyd etmişik. Çıxılsın 1. Baxın. Ln 8'e 1'dən əvvəl nə olmalıdır? 8. Çıxılsın, burası çünki 0 elədi.
8 çıxılsın 1. İndi bu olacaq 11. 11 üstə gəl 4-də 1. Üstə gəl elin 8-ə 1. 8-ə 1-i yazacaq 8-in mənfi 1. Olur 11 tam 4-də 1. Yəni 11 tam 125. Bu mənfi 1 necə gəlir qarşı olduğu kimi? Minus elin 8. O da olacaq D variantı. Deməli 43-cü suala baxaq. Baxın burada da 3 dənə funksiyadır və hər birinin keçmə nöqtəsini tapacaq. 3 dənə. Birinci 8 ilə 8x kubu bərabər 8x kubu bərabər 1. X də bərabər olur 1. Bura olur 1. Bir də girik bərabər 1-i. 8x kubu bərabər 1. X kubu bərabər 8-ə 1. X də bərabər 2-də 1. Burada olur nə? 2-də 1. İndi integral birinci necə hesablanmalıdır? 0-dan 1-ə kimi hesablanmalıdır. Deməli 0-dan 1-ə kimi hansı funksiyadan çıxırıq? 8-dən çıxırıq nəyi? 8x kubun dx. İndi yazdığımız bu sahə haranın sahəsidir? Göstərək. Göy rənglə. Deməli dəqiqə bu hissədə göstərək göy rənglə. Deməli həmin bu ifadənin hesablanması hansı sahəni göstərir? D. Baxın, bu sahənin tamamını göstərir. Biz nə etməliyik? Buradan bu sahəni çıxartmalıyıq. Yəni, çıxmalıyıq. İntegral 0-dan 1-ə kimi. Burada nə var? 1 var. 0-dan 1-ə kimi yox, daha doğrusu 2-də 1-ə kimi. 1-dən çıxırıq nəyi? 8x kubun dx. Həmin bu hissə gələk çıxıla ki, qala axırda nə? Baxın, bu hissə qala. Qoyaq yerinə. Deməli, 8x çıxılsın. Olur nə? 2x 4. Deməli, minus burada nə olacaq? X çıxılsın 2x 4. Burada da ki, qiymətlərini yazacaq 0-dan 1-ə kimi. Burada da 0-dan 2-də 1-ə kimi. Biri qoyusuq yerinə. Olacaq 8 çıxılsın 2. Burası 1 üstü 4 elə 1 eləyir. 0 qoysa yerinə 0 eləyəcək. Bura eləyəcək 6. Bu hissəmiz, birinci hissəmiz ilə də 6. İkinci hissəyə baxaq. 2-də 1-ə qoyaq. 2-də 1 çıxılsın. 2 vurulsun. 2-də 1 üstü 4 nə eləyir? 16-da 1. İxtisar eləsə 8-də 1. Yəni 2-də 1 çıxılsın 8-də 1. 8-ə getəndə bu 4-ə vuracaq. 8-də 4 çıx 8-də 1. Yəni 8-də 3. Birinci hissəmiz oldu 6. 6-dan çıxdıq 8-də 3. Necə 5 tam 8-də 5. Olacaq doğru cavabımız C variantı. Sonra 44-cü suala baxaq. İntegral 1-dən 4-ə kimi 3 kökdə x dx. 3 vurulsun. Kökdə x-in ki nə idi? X 2-də 3. Bu da 3-də 2. 3-də x gedir. 2 x 2-də 3. 1-dən 4-ə kimi. 2 vurulsun. 4 nə deməkdir? 2 üstü 2 deməkdir. Üstündə nə? 2-də 3. İndi 1-i də qoyacaq yerinə. Çıxılsın 2 vurulsun 1. Bunlar ixtisar gedir. 2 üstü 3 eləyir. 2 üstü 3 8 eləyir. 2-yə də vuranda neçə eləyir? Buradakı 2-yə vuranda 16. 16 çıxılsın 2. 44-də 14. 45-ci suala baxaq. Deməli, 45-də bu ifadə x minus 1-in kvadratı plus 1-dir. Yəni ki, bir vahid saat, bir vahid yuxarıdır. Qrafik. Funksiyanın qrafiki bu formadadır. 4 minus x-in 2 də
4 minus x'in içi də bu formada. Burada 4. Bizdən bu sahəni hesablamağı tələb edir. Bərabər eləyirik ki, kəsişmə nöqtəsini tapaq. Sadələşdirək. X kvadratı minus 2x plus 2 minus 4 plus x bərabər 0. X kvadratı mənfi 2x plus x mənfi x. 2-dən də 4 çıxanda mənfi 2. Köklərimiz 2 və mənfi 1-dir. Yəni ki, bura olacaq mənfi 1, bura olacaq nə? 2. Olur. İntegral mənfi 1-dən 2-yə kimi nədən çıxacaq? Yuxarıda olan funksiyamız bu funksiyadır. Yəni ki, 4 minus x çıxılsın. X kvadratı plus 2x minus 2 dx. Bu ifadəni sadələşdirək. 4-dən 2 çıxacaq, 2 çıxılsın. İndi mənfi x plus 2x olur plus x minus x kvadrat. Olur 2x plus x kvadratı bölü 2 minus x kubu bölü 3. Mənfi 1-dən 2-yə kimi. 2-ni qoyuruq yerine 2 vur 2 üstə gəlsin 2-nin kvadratı bölü 2 minus 2-nin kubu bölü 3. Çıxılsın mənfi 1-i qoyuruq yerine 2 vur mənfi 1 üstə gəlsin 2-də 1 çıxılsın. Mənfi 1-in kubu nə deyil? Mənfi 1 mənfi mənfiyə deyil müsbət 1. Sadələşdirək. Buna bu ixtisar gedir. Buraya eləyir 4. Üstünə də 2 gələn eləyir 6. 6 çıxılsın 2-nin kubu nə eləyir? 8. Mənfi 3-də 8. Beləcək mənfi 2 olacaq nə? Plus 2. Minus 2-də 1, minus 3-də 1. Sadələşdirək. 6 ilə 2-ni topladıq, elədi 8. 3-də 1, 3-də 8. Nə qədər eləyir? 3-də 9 eləyir. İşarələr eynidir, toplayırıq. O da 3-də 9 nə deməkdir? 3 deməkdir. Çıxılsın 2-də 1. 5-dən də 2-də 1 çıxanda yenə 4,5 doğru cavabımız. 45'də. 46-cı sual eyni suallardır. 45'dən. 47'yə baxaq. Baxa. Köşdə x-dır və burada da ki grafikanın kəsmə nöqtəsində var. Köşdə x bərabərdir. Kök altı ifadələri bərabər eləyirik. Bu x keçən öz dəfə toplanacaq bunun. Olacaq 2x bərabər 18, x də bərabərdir 9-a. Deməli, x bərabərdir 9-da. Kesişəcəklər. Bu da deməli 18 minus köşdə x. Daha doğrusu köşdə 18 minus x. Bu 18 vahid sağa sürüşdürülür. Bunu biraz daha uzadacaq ki. 18 vahid sağa sürüşdürülür və bunun əksisidir. Baxın bu formada. Bizə deyir ki, funksiyanın qrafiklərinin və aks oxuna əməliyyətidir. Yəni bu hissənin. İndi bu iki hissəyə bölünəcəkdir. İntegral 0-dan 9-a kimi deməli köşdə x dx üstə gəlsin 9-dan 18-ə kimi kök altına 18 minus x dx. Sadələşdirək. Deməli x-i 2-də 3, bu da 3-də 2. 0-dan 9-a kimi. Üstə gəlsin. Deməli bu 18 minus x-i 2-də 1-dir. 2-də 1 bir vahid artıracaq. 3-də 2 olacaq da. Yenə baxın, diqqət etirin. Sadəcə bu mənfi də bu x-in əmsalı nədir? Mənfidir. Bura olacaq mənfi. Yəni ki, bu mənfi təsir edə buna. Mənfi integralından söhbət gedir də, təbii olur. Mənfi 3-də 2 18 minus x-ində 2-də 3. Deməli, 9-u qoysuq yerinə 2 vurulsun. 9 nə deməkdir? 3-ün kvadrat deməkdir. Üstündə nə? 2-də 3. Bölü 3. 0 qoyanda yerinə 0 edəcək. Bunu hesablayaq. 3-ü 3, 27. 27-ni 3-ə bölənlər qədər 9. 9-a vursaq 2-yə 18. Birinci hissəmiz yerdə 18. İkinci hissədə, yəni 3-də 2 vurulsun.
Burada deməli 9-dan 18-ə kimidir də. 9-dan 18-ə kimi. Bunu belə də eləmək olar. 3-də 2 vurursan, bunun üstündə 2-də 3 idi. 18 çıxılsın 18, bu 0 eləyəcək. Birincisi 0 eləyir. Çıxılsın, 3-də 2 vurulsun, 18 minus 9, üstündə 2-də 3. Bura nə eləyir? 9 eləyir. 9 nə deməkdir? 3-sü 2 deməkdir. Üstündə nə olacaq? 2-də 3. Böyle 3-sü 3. 3-də 2, üstündə 3-sü 3. Neçə eləyir? 27. İxtisar eləyir 18. Baxın, bu hissə birinci hissə 0 idi, o birisi də 18 oldu. Bu nə? Mənfi 18. Birinci hissəmizdə 18 alınmışdı. İkinci hissəmizdə mənfi 18. Bu deyəcək neçə? Eləyəcək 36. 47. Baxaq 48-ə. Deməli, bu nədir? X minus 3-ün kvadratıdır. Bu da mənfini çıxardanda x minus 3-ün kvadratıdır. Bu x plus 3-ün kvadratıdır. Bu da mənfi x plus 3-ün kvadratıdır. Y bu x. Demək, x minus 3 kvadrat. Yəni 3 vahid sağa sürüşdürülüb. Bu oldu. Bura y1 deyək. y2, y3, y4. Bu y1-indir. Digəri mənfisi ilə sağa sürüşdürülüb. Qollar aşağıda. Yəni bu formada. Bu oldu y2. Digəri sağa yox, sola sürüşdürülüb. 3 vahid sola sürüşdürülüb. Deməli, burada mənfi 3. Digər də bunun əksi. Deməli, bu y3, digərisi y4. Deyir, funksiyaların qrafiklərinin əməl gətirdiyi fiqurun sahəsi. Yəni ki, bunun sahəsini bizdən istəyir. Burada mənfi 3-dən 0 kimi hesablayıb 2-yə vursuq, eynidir də. Bu, baxın, bununla bunlar eynidir. Və də ki, bunlar eynidir. Yəni, bir hissəsini tapıb, sonra 2-yə vurma olar. Ona görə də integral mənfi 3-dən 0 kimi nə olacaq bizdə? Bu hissəmiz x plus 3-ün kvadratıdır. X plus 3-ün kvadratı dx. Deməli, oldu x plus 3 kubu böl 3. Mənfi 3-dən 0 kimi. 0-ı qoyursaq yerinə 3 qalır. 3-ün kubu neçə idi? 27. 3-ə böləndə 9. Çıxılsın. Mənfi 3-ü qoyursaq yerinə mötərizəmiz 0 eləyir də. Ümumilikdə ifadə 0 eləyir. Bu birinci hissəmiz elədi 9. Buraya elədi 9. Burada 9-dur. Digərinə baxaq. Yəni ki, mənfi 3-dən 0 kimi funksiya nədir? Bu funksiya deməli mənfi yazmışdıq da y4-dür. Y4-ümüz bizim nədir? Mənfi x plus 3-ün mötərizə kvadratıdır. Olacaq, deməli, x plus 3-ün kvadratı mənfisi ilə bərabər dx. Bu da olacaq mənfi x plus 3-ün kubu böl 3. Mənfi 3-dən 0 kimi. 0-ı qoysuq yerinə 3-ün kubu eləyir 27, 3-ə böləndə 9. Çıxılsın. Yenə qoyanda nə eləyir? 0 eləyir də bu. Yuxarıdakı ifadə, sürəti. Elədir, bu nə? Mənfi 9. Burada 9 oldu, burada 9.
Ümumiyyətlə bunlar 4-ü də eynidir də. Ona görə də elə 9-u 4-ə vurub birbaşa 36 tapmaq olur. Video uzun olmamağına görə bu ətraflı sualları da bir çox vaxt alacaq. Növbəti, yəni ki, videoda da ətraflı sualları izah edəcək.